Şərq Saraydayıq. Möhtəşəm bir şadlıq sarayıdır. İstər administratorlar olsun, istərsə də personalları çox möhtəşəm bir insanlar. Və açılışımız artıq başladı. Bəylə gəlin şadlıq sarayına daxil olur. Aparıcı müğənnimiz Kamil Cəfərov, Nigar Paşayeva müğənni idi və Lətafət xanım hal-hazırda açılışı edəcək. Şadlıq sarayı isə 8-ci kilometr Nəsimi küçəsi 24-4-də yerləşir. Porsche'nin tam arxasında. 30 noyabr 2025-ci il tarixi Fəxri bəyin, Xəyalə xanımın həyatında iz qoyacaq bir tarixdir. Alqışlar gəlsin. İlin ən möhtəşəm cütlüyü əziz qonaqlar. Bugün çox gözəl olacaq. Möhtəşəm anlara, gözəl dəqiqələrə şahidlik edəcəyik. Əziz dostlar, dəstəyiniz üçün çox sağ olun. Unutmayın ki, ən böyük dəstəyiniz bizə. Kanala abunə deyilsinizsə abunə olun, like düyməsini basın ki, biz videolarımız önərilər videosuna çıxsın və daha çox adam izləsin. Rəy yazmağı da unutmayın. Herkes bu rəqs meydanında bol rəqs edəcək. Kamil bəy, xoş gəlmişsiniz. Sevənlərin sevilən sənətçisi və adını çəkdiyimiz doğmalar. Gözünüz aydın olsun, balalarınız xoşbəxt olsun deyirik. Buyurun, söz sizindir. Əziz möhtərəm qonaqlar, rica edirik, alqışlar gəlsin. Çünki alqışlar və rəqslər bu gecənin unudulmaz edəcək. Lütfen. Və hal-hazırda Şərq Sarayı interyerini göstəririk sizə drone görüntüsü ilə. Bacardığımız qədər sizə hər tərəfli göstəririk ki, Şadlıq Sarayına tam baxa biləsiniz. Təbii ki, üzləri biz bağlayacağıq. Ancaq və ancaq müğənnilərin, sənətkarların üzlərin açıq saxlayıb sizə videonu təqdim edəcək. Toyumuz çox möhtəşəm keçdi. Bəylə gəlinimiz demək olar ki, heç oturmadı, ancaq oynadılar. Kamil qardaşımızda da salam göndəririk. O da toyumuzu çox möhtəşəm apardı. Hal-hazırda da onu görürsünüz. Yeni mən həmişə bold. Bağışlayın uşaqlar, amma bu qənimət artıq kapitanındır. Və hal-hazırda toyumuzun qonağı Yusif Mustafayevdir, əməkdar artistimiz. Bir maraqlı hadisəni sizlə bölüşüm. Deməli, Yusif müəllim $30.000 Qazaxıstana getməyə rədd edib ki, tərədən qorxusu var.
almışsan, her işin almışsan, özümü sevdiğini kemerde salmışsan, özümü sevdiğini kemerde salmışsan, gelibimin arzusu, sevilen doğrusu. Gelibimin arzusu, sevilen doğrusu, ölümün okçusu, deli ceylananlı, ben onun okçusu, o da ceylananlı, ne güzel hanımdı, ha o benim kanımdı, ben onun hastası, o da dermanımdı, ay ne güzel hanımdı, o benim canımdı, ben onun hastası. Bir de neyse sözler, gelin buradan böyle dairevi gideyin yalnız, gedireyim işliye, oradan gidin Zerdab'a kadar gelip başınıza, restoranı azar yalan. Aman 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 ey, halim yaman ey, seni yanıp akbaran, arpa bulmazsam. Aman 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 ey, halim yaman ey, seni yanıp akbaran, arpa bulmazsam ey.
və Yusif müəllimin ifasından dərhal sonra isə aş təqdimatı olacaq Şərq Sarayın təqdimatında. Bütün Serdar elden gidişi oynasın. Və hal-hazırda da görürsünüz aş təqdimatını Atəşgah rəqs qrupu edir. Bu Şadlıq Sarayı tərəfindən hədiyyə olunub. Və gecəmiz davam edir, artıq diskotekaya doğru gedirik və burada bənd qrupu daxil olur zalımıza. Şadlıq Sarayını bacardığım qədər diskotekanı da çəkdim, çünki işıqları, dizaynı məncə çox yenilənib. Şərq Sarayı mükəmməl bir şadlıq sarayıdır. Dostlar, hər tərəfdən çəkib sizə göstərdim Şərq Sarayı ki, siz həm görüntünü, həm də interyeri görəsiniz. Hal-hazırda isə digər müğənnilər çıxış edir. Nigar Paşayeva, Lətafət xanım və Kamil bəy.
Və artıq Şərq Sarayının tort təqdimatını görürsünüz. Körpə güzel balalarımızla birlikte bu hayat, evlilik hayatı size yalnız bu sözleri Tort təqdimatı varsa demək ki artıq biz yavaş-yavaş toyun sonuna doğru gedirik. Tortdan hemen sonra gənclərimiz rəqs elədi. Xoşbəxtlik arzu edirik hər iki gəncimizə. Dostlar, sağlıqla qalın, özünüzə yaxşı baxın. Mən Kamran bəy Əziz, özünüzə yaxşı baxın. Hələlik. GoDaddy has the perfect hosting plan for any website. From low-cost shared hosting to your own virtual server. Özel günlərdən birində Golden Ring Şadlıq Sarayından salamlayıram sizi əziz izləyicilər. Möhtəşəm bir toy çəkilişi etdik. Adlarını çəkməyəcəm kimi idi, lakin siz artıq bilirsiniz. Hal-hazırda Golden Ring'in interyerin görürsünüz, girişdir. Buradan girişdən qalxaraq foyaya doğru gelirsiniz, qonaqların əyləşdiyi yerə. Və bu da Golden Ring'in stoludur. Hal-hazırda görürsünüz. Bir neçə saniyədən sonra bəylə gəlinimiz artıq Şadlıq Sarayına giriş edəcək. Sizinle görüşe geldik, gür almışlarımız onları karşılaya. Həmənki kimi biz bəylə gəlinin üzünü bulur edəcəyik. Almışlarımızın müşahitine. Beylerimizi karşılaya. Ümumiyyətcə çox qəşəng restorandır. Çobanzadədə yerləşir restoran və bəylə gəlinin ilk rəqsini hal-hazırda görürsünüz. Bir çox nüvənlərimiz olacaq. Həm meyxana tərəfdən, həm də ki həm meyxanaçılar olacaq. Sizə qısa olsa da çəkib göstərəcəm. Bəy və gəlinin rəqsindən sonra artıq açılışımız olacaq. Şadlıq Sarayının təqdim etdiyi açılışdır bu. Möhtəşəm bir açılışdır. Hal-hazırda da ekranda görürsünüz. Gelebenin remzi olan demir yumruk yerindedir. Bunu hiç kimse unutmasın.
gözəl günlərlə, xeyirli günlərlə, Aparıcı müğənnimiz Xasay gözəl günlərimizi qeyd eləsin. Odur ki, müəllim idi. hər birinizi ürəkdən təbrik edirik. Gözəl də toy apardı. Hal-hazırda isə Golden Ring'in interyerini görürsünüz. Olduqca böyük və yekə yerdir. Yenilənib, bir çox yeniliklər olub. İnteryerində çox mükəmməl bir yer olub. Və bəylə gəlinin stolunu görürsünüz. Bacardığım qədər həm sağ, sol ümumi interyerini çəkməyə çalışmışam ki, siz Şadlıq sarayını tam ətraflı görəsiniz. Məşhur qonaqlardan biri də Balali idi və o da öz musiqili meyxanalarından bəy və gəlin üçün ifa etdi. Güləsən sən, sənə gülmək yaraşır, kaş biləsən sən. Mənə gülməklə məhəbbət kitabından, ayrılıqdan nə yazılmış siləsən sən. Mənə gülməklə məhəbbət kitabından, ayrılıqdan nə yazılmış siləsən sən. Qoymadan bir kəs məndən səni olsun, nə də ki sevgi məhəbbətimiz azansın. Təzəyindən təzə sevgi Mahnını ola bilsin qısa tutduq, amma bacardığım qədər qısa tutmayacağım. bəyaz qar kimi göylərdə mələnsin. Ucalan ruhuma ətrin səfələnsin. Ucalan birgə səninlə saçıma rəngə bələnsin. Danışaq biz, mehriban düşən yaşamaq üçün qovuşaq biz. Nə qədər küsmə qalaq bir-birimizdən, yetər artıq barışaq biz, barışaq biz. Nə qədər küsmə qalaq bir-birimizdən, yetər artıq barışaq biz, barışaq biz. Qoymaram bir kəsi məndən səni alsın, nə də ki sevgi məhəbbətimiz azansın. Təzəyindən təzə sevgim təzələnsin. Köhnəyindən eşqar köhnədə qalsın. Təzəyindən təzə sevgim təzələnsin. Bembəyaz qar kimi göylərdə mələnsin. Ucalan ruhuma ətrin səfədənsin. Ucalan birgə səninlə saçmaq rəngə bələnsin.
seninle saçmam rəngəbələmsin. Maşallah, Allah xoşbəxt edilsin. İnşallah bir yerdə qoşalar deyəsiniz. Bu kıskançlığın olmasaydı olmazdı, sevgimiz bu yerlere çatmazdı. Seni haber aldım Qəmli səmadan, dolan bulutdan, yalan yağışdan. Xəyalın məni elə aparıb ki, uzaqlaşmışam dostlarımdan. Səni xəbər aldım Qəmli səmadan, dolan bulutdan, yalan yağışdan. Xəyalın məni elə aparıb ki, uzaqlaşmışam dostlarımdan. Saçların gözəl, gözlərin gözəl, ətrin edildi, ruhumu sərxoş. Qaşların incə, dodağın öncə, səni öpüncə olam xoş. Yaxşı ki varsan, sən də olmasan, həyatım bomboş, yaşamaq bomboş. Yaxşı ki varsan, sən də olmasan, həyatım bomboş, hər şey bomboş. Mən külək olum, sən də bir dəniz, mən əsim sənə, sən də mənə coş. Mən şair olum, sən də bəstəkar, mən şeir yazım, sən də mənə qoş. Mən külək olum, sən də bir dəniz, mən əsim sənə, sən də mənə coş. Mən şair olum, sən də bəstəkar, mən şeir yazım, sən də mənə qoş. Səni xəbər aldım, çıxan günəşdən, gələn bahardan, açan çiçəkdən. Necə də şirinsən, necə də zərifsən, daha da gözəlsən, huri mələkdən. Səni xəbər aldım, çıxan günəşdən, gələn bahardan, açan çiçəkdən. Necə də şirinsən, necə də zərifsən, daha da gözəlsən, huri mələkdən. Gözlərin olur, könlümə qonur, baxışlarından titrəyir donur. Qaşların incə, dodağın qıncə, səni öpüncə oluram sərxoş. Yaxşı ki varsan, sən də olmasan, həyatım bomboş, yaşamaq bomboş. Yaxşı ki varsan, sən də olmasan, həyatım bomboş, hər şey bomboş. Mən külək olum, sən də bir dəniz, mən əsim sənə, sən də mənə coş. Mən şair olum, sən də bəstəkar, mən şeir yazım, sən də mənə qoş. Mən külək olum, sən də bir dəniz, mən əsim sənə, sən də mənə coş. Mən şair olum, sən də bəstəkar, mən şeir yazım, sən də mənə qoş. Mən külək olum, sən də bir dəniz, mən əsim sənə, sən də mənə coş. Mən şair olum, sən də bəstəkar, mən şeir yazım, sən də mənə qoş. Allah xoşbəxt edilsin.
Bir sözlə möhtəşəm bir toy keçdi. Çox əhval-ruhiyyəti yüksək olan bir toy idi. Aparıcı müğənnilərimiz Vüsalə xanım və Xəsai bəy idi. Videonun əvvəlində vurğulamışdım. Bugünün planını sabaha saxlamayın. Bankov Baku'dan 50.000 manatadək nağd pul kreditini minimum 9.9 faiz ilə əldə edin. Planlarınızı reallaşdırın. Və digər məşhur müğənnilərimizdən biri olan, daha doğrusu Cənab-ı Azərbaycanın məşhur müğənnilərindən olan Ali Poğmer da iştirak eləmişdi toyumuzda. Gemilerime gülürsen, gözlerimi süzürsen, güllerime gülürsen, gözlerini süzürsen, bilsen sana aşıkım, niye beni öldürürsen, niye beni öldürürsen, ağıralım dadası, gelireğimin parası, ağıralım dadası, gelireğimin parası, kadar naz olmaz akı, zalimim babası, kadar naz olmaz akı, zalimim babası. Sen dünyaya gelenden toyunu gözüne yırdım oğlum. Allah'tan böyle bir gün isteyirdim oğlum. Dünyanın en güzellikleri senin olsun oğlum. Oyna senin gözyaşları gözüme dolsun oğlum. Ben olsam da olmasam da yanında saklarsın. Sen ikinci hayatımsan sen de yürüyen özüm. Medresemdeysen sen İslam sevgi yanışında. Hissi yaşayışın olsun ömrüm kayıt dışında. Ay nazlı baklan teli buraya bakma bakışın or vurunca argıladın bile öldürdü korkumdu ki bakasında. Ay nazlı baklan teli buraya bakma bakışın or vurunca argıladın bile öldürdü korkumdu ki bakasında. Kurma teline güzelim şar, etme yine de beni divan. Bakma deli buraya, bakma bakışın or vurunca argıladın bile öldürdü korkumdu ki bakasında. Bile yanmam, elini tutan da ağlatmam. Deli divan olup havalanmalı. Seni sevmekten, seni sevmekten, seni sevmekten değil. Seni sevmekten, seni sevmekten, seni sevmekten. Və toyumuzun sonluğuna doğru artıq gedirik və təbii ki də sonluqda aş təqdimatı olur. Hal-hazırda da Golden Ring Şadlıq Sarayının aş təqdimatını izləyirsiniz.
Aşın təqdimatından dərhal sonra artıq mən sizə tortun təqdimatını göstərəcəm. Golden Ring Şadlıq Sarayında və ekranlarda hal-hazırda görürsünüz. Möhtəşəm bir toy keçdi, möhtəşəm əhval ruhiyyədə bir çox məşhur müğənnilərimiz və aparıcılarımız mövcud idi toyda. Gənclərə xoşbəxtlik arzu edirik və sizlərdən dəstəyimizi gözləyirik. Ən böyük dəstəyiniz isə unutmayın ki, videonu bəyənib şərh yazmağınızdır. Özünüzə yaxşı baxın. Mən Kamran Bəyəziz. Hələlik. Özəl günlərdən birindən salamlayıram sizi dostlar. Mən Kamran Bəyəziz. Bu günləri Elite Events halda möhtəşəm bir toy çəkilişini sizə göstərəcəm. Videoya keçməmişdən öncə bu videonu bəyənin. Abunə deyilsinizsə mütləq abunə olun, çünki qarşıda çox möhtəşəm toylarımız olacaq. Toyumuza start veririk. Aparıcı müğənnimiz Anar bəy idi. Və açılışı hal-hazırda görürsünüz. Gəlin gürültülü alqışlar edək. Cənab bəyimizi, gözəl gəlinimizi bu gözəl möhtəşəm sarayımıza dəvət edək. Maestro, gözəl bir razan sədası və gəlimizin ünvanına və gəlimizi gürültülü alqışlarla bu gözəl sarayımıza dəvət edək dostlar. Bəyimiz və bəylə gəlinin ilk rəqsini hal-hazırda görürsünüz. Xoşbəxtlik arzu edirik. Hər kadrdan qısa bir kadrlar verəcəyik. İlk rəqslərindən həmən sonra isə toyumuzun açılış rəqsləri olacaq. Və hal-hazırda toyumuz artıq açılış rəqsi ilə davam edir. getirerek her birinize teşekkür bildirir ki kızıl
Toyda hal-hazırda iştirak edən ilk məşhur Əminə Şirindir. Mahnıları ilə toyumuzun əhvalını qaldırdı. Bir çox müğənnilər çıxış etmişdi bu toyda. İlki isə Əminə Şirin idi. Qısa sizə təqdim edəcəm hamısını. Əminə Şirinin ən gözəl mahnılarından biridir bu mahnı. Və Elçin Cəfərov da görürsünüz, toyda müğənnilər sırasında idi, çox gözəl toy aparır. Hal-hazırda da eşidirsiniz. Məşhurlardan bir çox məşhur müğənni var idi, sırayla hamısını göstərəcəm. Elçinə də buradan salamlar göstərəcəyik. Hal-hazırda Zümrüd Bədalovanı görürsünüz. Zümrüd xanım da toydaydı. Prometenini görürsünüz. Salam göndərik hər ikisinə. Publisdə toydaydı. Hər ikisi. Və Elite Events'in interyerini sizə göstərirəm. Sağ sol, eləcə də müğənnilərin səhnəsini hal-hazırda görürsünüz. Elçin isə hal-hazırda ən məşhur, ən sevilən mahnısını ifa edir. Onun üçün də çox gözəl toy aparır. Dostumuzdur, salamlayırıq onu da. Və Ədalət Şükürov da bu toyda idi, öz mahnılarına imza edirdi. Qeyd edək ki, Ədalət Şükürov həm Azərbaycan, həm də ki, Gürcüstan vətəndaşıdır. Və uşaqlığımızın ən sevimli müğənnilərindən olan Azərbaycan musiqisini yaşadan xanım Lalə Məmmədovanı görürsünüz hal-hazırda. Həm şəxsinə, həm də ki, özünə, sənətinə çox böyük hörmətimiz var. Salamlayırım Lalə xanımı da. Və digər məşhur müğənnilərimizdən biri olan Mir Yusif. So
pasito pa'lante. Esta música gigante. Here we go. Görürük. Bir sözlə möhtəşəm toy keçir hal-hazırda. Yusifi də salamlayırıq. Dostlarımızdır. Gülüşenler bir anda, gülleri tüm ayrılanda, ayla güneş ayrılanda. Hayatımda yaxşı ki varsa, sizden yaxşı ki varsa, süre. Hem de yarlı insan yaxşı ki varsa, bina. Hayatımda yaxşı ki varsa, sizden yaxşı ki varsa. Hem de yarlı insan yaxşı ki varsa. Allah'ımız baksın göğe. Artıq aş təqdimatı olunur Elite Events hal tərəfindən. Hər toyda olduğu kimi bu toyda da möhtəşəm təqdimat edirlər Ateşgah rəqs qrupu tərəfindən. Digər məşhur müğənnilərimizdən biri Ayaz Babayev da bu toyda idi. Möhtəşəm çıxışları ilə toyumuzun tamamlanmaya daha da və Elite Events'in artıq toy təqdimatını hal-hazırda görürsünüz. Əgər havalar yaxşı olduqca yaxşı olarsa, tort təqdimatını açıq havada ateşpaşanlıqla edirlər ki, gənclərimizə xoşbəxtlik arzulayırıq. Dostlar, yavaş-yavaş sonlandırırıq biz və bundan əvvəlki videolarda yazan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm, eləcə də bəyənən. Hal-hazırda ekranda görürsünüz Arzu Rəhmanova, Ağda, Aydın Bağırov, Canpolad Bağırov, Ayla. Və dostlar, biz yekunlaşdırırıq. Özünüzə yaxşı baxın. Hələ